Binəqədi rayonunda yanan 16 mərtəbəli bina təmir edildikdən sonra evlərin sakinlərə təhvil verilməsinə başlanılıb. Sakinlərin hamısı təmirdən və evdəki mebellərdən razıdırlar. Amma narazı olduqları yeganə məqam əvvəlki əşyaların əvəzində yenilərin olmamasıdır. Bir dənə xalatla çıxmışıq evdən. Heç nə, mən 17-ci mənzil mənəm. Bir dənə şeyim, qaşığım da qalmayıb. Neynəməliyəm? Mən indi köçüm, xalacinlik yox, televizor yox, heç nə yox, qab yox, qaşıq yox. Neyniyim indi mən? Vallahi indi ben yaydı, keçindik bürücü. Sabah qış gəlir, bizim o qədər əyin başımız yanıb. Evdə 7 nəfər yaşayırıq. Bütün hamımız əyin başı yanıb. Yoxdur əyin başı. Hayır, mən hava yağış yağdı, hiç çıxmasın. Ne deyirlər ki, nə var ki burada? İndi salamat çıxmışıq, şükür Allaha, hər əyin bir qisməti var. Ölüdən beş betər çıxmışıq. Biz onu ki gördük, onu yaşadıq, o həyəcanı. Allah heç kəsə qismət eləməsin. İndi gəlib düşmüşük, prezident qərar verib. Biz elə belə istəmirik ki, bizə söz veriblər ki, sizin hər bir şey olunacaq. Həm də əgər qoy desinlər ki, olunmayacaq, biz də işimizi bilək. Eybi yoxdur, neyiniyək? Ayın neçəsi iclasa bizi aparanda yığıncaqda bizə dedilər ki, siz heç nədən narahat olmayın. Daha əşyalarınız yanmayıbsa, bərbad vəziyyətdədirsə, evdən heç nə çıxarmayın, qoyun. Sonra biz sizə hər şeyi, özü də lüks variantda hər şey düzəldilib, remont olunub, sizə təhvil verəcək. Yüksək səviyyədə. Hal-hazırda vəziyyət necədir? Remont var, qəşəngdir hər şey, mebellər var. Bizdə yoxdur xaladilnik, kondisioner. Onlar hamısı yanıb bizdə. Xaladilnik, kondisioner, televizor yoxdur. Xalça zat heç nə yoxdur da belə şey. Onlar hamısı bizdə yanıb. Çox gözəl remont eləyiblər. Yəni parket pol, yəni Saloğludan mebel, lift dəyişilib, yeni lift qoyulub. Yəni nə lazımsa na vışım urovni. Yəni yüksək dərəcədə təmir olunub. İndi onlar mənzilləri təhvil alırlar və ümid edirlər ki, qalan əşyalarla zamanla təmin olunacaqlar. Ümid edək ki, bu dəhşətli olay bir də heç vaxt yaşanmayacaq, sakinlər isə öz yeni evlərində sakit və dinc yaşayacaqlar.